Özbəkistanda Özbək plovunun dadına baxıram. Bura Özbəkistanda yerləşən plov muzeyidir. Burada təkcə plovların yox, digər Özbək milli mətbəxinə aid olan yeməklərin də dadına baxa bilərsiniz. Görüm dadı necədir. Dadı qəşəngdir. Mən Bakıda baxmışam Özbək plovunun dadına. Açığı heç bəyənməmişdim. Amma bunun dadı çox qəşəngdir. Deməli gəlib Özbəkistanda dadına baxmaq lazımdır. Özbək plovundan sonra Özbək kebabının da dadına baxdım. Bu özbəklərin kebabıdır. İndi bunu sınamaq istəyirəm. Çox tərifləyirlər. Dadına baxmaq istəyirəm. Pambıq kimidir. Dadı çox qəşəngdir. Bağlanışı isə çay ilə etdik. Buranın çayı haqqında bir məlumat vermək istəyirəm. Onlar çayı belə sona qədər doldurmurlar. Çünki qonaqpərvərliklə bağlıdır. Deyirlər ki, çayı sona qədər doldurmaq olmaz ki, söhbət eləməyə nəsə olsun. Biz plov muzeyini çox bəyəndik. Burada bütün Özbək mətbəxinin dadına baxa bilərsiniz. Videomu sona qədər izlədiyiniz üçün çox sağ olun. Ümid edirəm xoşunuza gəldi. Videonu bəyənməyi və dostunuzla da bölüşməyi unutmayın.